İnnel hamdalillah nahmaduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu amma ba'd. Demək, Kitab-ı Salah, namaz kitabını oxumağa davam edirik. Bəbu kirahiyyəti salati fil məqabir. İmam Buxari növbəti bab açır buyurur. Qəbirlərdə və yaxud qəbristanlıqda namaz qılmağın məkruh olması babı. Məkruh olması babı. Yəni qeyd etmişdik ki, məkruh məsələsi burada harama dəlalət eləyir. Necə ki, indi gələcək. Və 432-ci hədis buyurur: Həddəthənə Müsəddəd قال حدثنا يحيى عن عبيد الله بن عمر قال أخبرني نافع عن ابن عمر عن النبي صلى الله عليه وسلم قال اجعلوا في بيوتكم من صلاتكم ولا تتخذوها قبورا. İbn Ömər Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyə rivayet edir ki, o buyurmuşdur. Evinizdə, namazlarınızdan evinizə pay ayırın və onları qəbristanlığa və qəbirlərə çevirməyin. Bu rivayətdə qəbirlər gəlib. Qəbirlərə çevirməyin. Yəni qəbristanlığa çevirməyin və qəbirlərə çevirməyin mənası nə deməkdir? Buradakı murad, İmam Buxarinin bu hədisi gətirməkdəki murad, hədisdəki mənada o da nədir? Ennəhum qad alimtum ennel qubura la yusalli fiha. Yəni siz bilirsiniz ki, qəbirlərdə namaz yoxdur. İnsan öləndən sonra qəbirdə namaz qılmayacaq. Fa in taraktumus salata fi buyutikum faqad ja'altumuha kal-maqabiri xaviyatan anis-salah. Əgər siz evlərinizdə namazları tərk etsəz, sanki onu qəbrinizə döndərmiş kimisiniz. Necə ki, siz qəbrinizdə namaz qılmayacaqsınız, evinizdə də namaz qılmırsınız və bu halda evinizə nəyə oxşatdınız? Qəbirlərinizə oxşatdınız. Və İbn Həcər bu hədisdən, hədisin zahirini o faydanı çıxardır ki, bu hədis dəlalət edir ki, evlərdə meyti bastırmaq olmaz. Evlərdə meyti bastırmaq olmaz. Nəyə görə? Çünki sən onu artıq qəbirə çevirmiş olursan. Və bu İmam Buxari bu hədisi gətirməklə, bu istinbat eləməklə öz məzhəbini göstərir ki, qəbristanlıqlarda namaz qılmaq nədir? Qadağandır. Bəli, açıq-aydın hədislər var. Açıq-aydın hədislər var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan eləyib. Açıq-aydın necə Abdullah ibn Amrdan gəlir: "Qala la tusalli iləl-huş və ləl-hammam və la iləl-məqbərə." Huş, yəni ayaq yoluna tərəf, hamama tərəf və qəbristanlığa tərəf namaz qılma. Sadəcə olaraq hədis sahihdir. İbn Əbi Şeybə rivayet edir. Sadəcə İmam Buxarinin şərtinə uyğun olmadığı üçün İmam Buxari yuxarıda gələn hədislərə kifayətlənmişdir. Və həmçinin Əbu Bakrdan radiyallahu anhdan rivayet olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub: "Əl-ardu kulluha məscid illəl-məqbərə vəl-hammam." Yer üzü bütün namazgahdır. Yəni orada hər yer namaz qılmaq olar. Məqbərə, qəbristanlıq və hammamdan savayı. Və biz keçən dərsimizdə götürmüşdük Şeyx Albaninin sözünü ki, Şeyx Albani buyurur ki, qəbirlər arasında, hətta məscidin özündə qəbir olmasa da belə, qəbristanlığın ortasında tikilən məsciddə də namaz qılmaq icazəli deyil. O vaxta kimi nə vaxt icazə olar? Məscidin divarı yox, məscidin divarının əlavə həyətində də qəbristanlıqla həyəti ayıran bir divar olsun. Yəni məscidin divarından əlavə qəbristanlığın, məscidin həyətini ayıran qəbristanlıqdan bir divar olsun, o halda ayrı sayılır. Amma yox, əgər məscid qəbirlərin arasındadırsa, o da həmən qəbristanlığın hökmünə girir, orada namaz qılmaq olmaz. Və bu məsələ ümumiyyətlə ümmətin hal-hazırda düşər olduğu bəlalardan olduğu üçün bu məsələdə biraz geniş dayanaq və bəzi alimlərdən nüqulətlər, yəni nəqillər gətirək ki, məsələ daha da izah olsun. Şeyx Albani buyurur: "Məqbərə, qəbristanlıq nədir? Hətta orada bir insan belə bastırılıbsa, ora artıq qəbristanlıq sayılır. Bir və daha artıq. O ki, bəzi fuqahaların gətirdiyi ki, mütləq 3 olmalıdır, 5 olmalıdır. Ona heç bir dəlil yoxdur. Əgər bir qəbir varsa, artıq ora qəbristanlıq sayılır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyib? Əl-ardu kulluha məscidun ilal-məqbərə vəl-hammam. Dediyimiz kimi hər yer namazgahdır, məqbərə, qəbristanlıq və hammamdan başqa. Və Şeyx Albani sözünə davam edərək buyurur ki, fərqi yoxdur. Yəni qəbir məscidin qibləsi tərəfdə olsun, sağında olsun, solunda olsun, arxasında olsun. Dediyimiz kimi hər bir halda bu qadağandır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bunu qadağan edib və qiblə tərəfdə olmağı da nəhyi daha da şiddətləndirir.
Hətta necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "La'anallahu aləl yəhud və nəsarə ittəxədu qubur ənbiya'i məsəcidə." Allah Taala Yəhudi və xristianlara lənət eləsin. Onlar peyğəmbərlərin qəbirlərini məscid götürdülər. Və həmçinin başqa hədisdə buyurur: "İnnə min şirarin nasi men tudrikuhu sa'atu və hum ahya." Ən şərli insanlar qiyamət saatı üzlərinə qopan, yəni qiyamət qopan vaxtı sağ olan insanlardır. "Və men yettəxidəl qubura məsəcidə." Və həmçinin ən şərli insanlar kimdir? Qəbirləri məscidə çevirənlərdir. Həmçinin Əbu Hüreyrədən gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm dua edir məşhur hədisdə: "Allahumma la tec'al qabri vatana. La'anallahu qavmen ittəxadu qubur ənbiya'i məsəcidə." Ey Rəbbim, Peyğəmbər sallallahu əleyhi və səlləm dua edir: "Allahım, qəbrimi vasən, bütə döndərmə." Və Allah Taala qəbirlərini, peyğəmbərlərin qəbirlərini məscid götürənləri lənətləyir. Və oxşar ləfzə məna İbn Məsuddan da rəvayət olunur. Və necə alimlər qeyd ediblər, məsələn İmam Sənəani buyurur: "Və məfəzd mə yubna aləl qubur minəl məşahid vəl qubbab la tuhsar." Yəni qəbirlərin üzərində tikilən bu qubbələr, yəni məşhəd, yəni gedib gələn yerlər, yəni bütün bu binalar, bunların məfsədəsi sayılmayacaq dərəcədədir. Yəni çoxdur. Yəni bu hədislər, oxuduğumuz hədislər, birinci hədis, ondan sonraki hədislər, yəni nəyə açıq-aydın işarə edir? Təhrimus salat fil məqbərə alət təfsil. Hər bir alət təfsil məzkur li umumul hədis. Yəni yuxarıda qeyd etdiyimiz kimi hədisin mənası o məscidləri qəbirstanlıq götürməyə və yaxud qəbirstanlıqlarda namaz qılmağın haram olmasına dəlalət eləyir. Çünki biz götürmüşük ki, usul fiqhdə, yəni keçmişdik, nədir? Nəhyin əsli haramdır, nəhyin əsli haramdır. Və gələcək bəzi alimlər o məsciddə qılınan namazların batil olması rəyini üstünlük veriblər. Necə ki, İbn Həzm Muhallədə İmam Əhməddən rəvayət edir. Deyir ki, mən sallə, İmam Əhmədin sözünü rəvayət edir: "Mən sallə fi məqbərətin aw ilə qabrin əadə əbədən." Kim qəbrə tərəf və yaxud qəbirstanlıqda namaz qılarsa, onu qaytarsın. Və həmçinin İbn Həzm sözünə davam edərək buyurur ki: "Və kərihəs salata iləl qabri və fil məqbərəti aləl qabr Əbu Hanifə vəl-Əvza'i və Sufyan." Yəni İmam Əbu Hanifə, Əvza'i, Sufyan və başqaları da bu məsələni kərih, yəni məkruh, yəni bəyənməyiblər, yox. Bizdəki məkruh nədir? Haram görüblər. Və bəzi alimlər, İbn Həzm sözünə davam edərək buyurur, bəzi alimlər bunu nəyə görə icazə veriblər? Peyğəmbər sallallahu əleyhi və səlləmin o zənci qadın, hansı ki məscidi təmizləyirdi, o ölür və Peyğəmbər sallallahu əleyhi və səlləm bilirsiniz, o səhər, yəni gecə ölür, bastırırlar. Səhər oyanda Peyğəmbər sallallahu əleyhi və səlləm onu soruşur, deyirlər ki, gecə vəfat etdi və Peyğəmbər sallallahu əleyhi və səlləm gedir qəbirstanlıqda onun cənazəsini qılır. Və İbn Həzm deyir ki, "Və hədə əcəb." Bu deyir çox təəccüblü rəddiyədir. Yəni necə ola bilər ki, açıq-aydın bu boyda nəhi, sarih nəhilər və qadağalar var ki, qəbirstanlıqda namaz qılmaq olmaz. Peyğəmbər sallallahu əleyhi və səlləm bu əməl hansı ki mütəşabihdir? Necə mütəşabihdir? Orada yəni açıq-aydın üzr istəyirəm, mütəşabih deyil. Yəni ehtimal var ki, orada açıq-aydın səbəb var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nəyə görə də qılıb? Və bu səbəbli məsələni, xas bir hal məsələni ümumi Peyğəmbər sallallahu əleyhi və səlləm sözünün, qadağalarının qarşısına qoyurlar. Və açıq-aydın orada bilinir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nəyə görə qılır? Çünki artıq o qadına namaz, Peyğəmbər sallallahu əleyhi və səlləmin namaz qılmağı onlar üçün nədir? Salamatçılıqdır. Və yəni qəbir əzabından, Peyğəmbər sallallahu əleyhi və səlləmin duası qəbir əzabından, cəhənnəm əzabından salamatçılıqdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də yəni cənazə namazı buraxdığı üçün o qadına rəhmət olaraq gedib məcburən orada cənazədə qılır. Və buradan da götürüblər alimlər. Bəli, əgər cənazə namazı qılınmayıbsa, yəni qəbirstanlıqda bastırılıbsa, o halda gedib qəbirstanlıqda, qəbrin qabağında cənazə namazını qılmaq olar. Amma bu xas haldır, yəni ehtiyacdan dolayı doğan haldır. Yəni bu ümumi hökmə dəlalət eləmir. Həmçinin yəni İmam Şəvkani də buna oxşar ləqirləri var. Sonra Şeyxülislam İbn Teymiyyə buyurur: "La tasihhus salatu fil məqbərəti və la ileyhə." Yəni qəbirstanlıqda və yaxud qəbirstanlığa tərəf, yəni qiblə olaraq namaz səhih deyil. Və buna buyurur ki: "Və nəhyu an zalika innema huwa saddu li zari'ati şirk." Nəyə görə bu qadağa gəlib? Şirkin qapısını bağlamaq üçün. Saddu zari'a li şirk. Və bəzi Şeyxülislam İbn Teymiyyə deyir ki,
bəzi əshabına, yəni bəzi fəqihlər, bəzi alimlər qeyd ediblər ki, bir qəbir və yaxud iki qəbir olarsa orada namaz qılmaq olmaz. Çünki bura qəbirstanlıq adlandırılmır. Lakin Şeyxülislam onlara rəddiyə verir. Buyurur ki, yəni onlar deyirlər ki, məqbərə minimum 3 dənə qəbir olmalı ki, qəbirstanlıq sayılsın. Və Şeyxülislam İbn Teymiyyə onlara rəddiyə verdi. Nə ərəb dili lüğətindən, nə də qədim alimlərdən belə bir şey yoxdur. Və İmam Əhmədin və onun əsas tələbələrinin sözündə bu fərq hiss olunmur. Amma onların kəlamları, ümumi sözlər buna dəlalət edir ki, fərqi yoxdur. Bir qəbir, iki qəbir, üç qəbir hamısı qəbristanlıq sayılır. Yəni illə də qeyd etmişdik açıq aydın, yəni kafirlərə, müşriklərə oxşanmaq babındandır. Necə ki, məşhur hədisi bilirsiniz, Allah Subhanahu taalanın bu sözü barədə və qalu la tadarunna alihatakum və la tadarunna wadda və la suwa'a və la yaghutha və yauqa nasra və yauqa və nasra və qad adallu katira. Onlar dedilər ki, ilahlarınızı Vaddi, Suva'i, Yağuthu və Yauqu və Nasrı tərk etməyin. Yəni bu ayənin təfsirində İbn Abbas nə deyir? Bunlar deyir ki, bu Salih qövmünün sələflərinin adı idi. Nuh qövmündən olan Salih sələflərin adı idi. Onlar öləndə insanlar onların qəbirlərin ətrafında toplaşmağa başladılar. Orada təmsillər, şəkillər çəkdilər, heykəllər dikdilər və sonra vaxt gəlib nəsillər ötdükdən sonra ondan sonra gələn nəsillər nə etdilər? Artıq başladılar onlara ibadət etməyə. Və bu əməl də açıq aydın şirkə səbəb olduğu üçün bizim pak şəriət bunu qadağan etmişdir. Və bu təfsiri məşhurdur. İbn Cərir, İbn Kəthir, başqa yəni təfsirçilər rəvayət ediblər. Yəni burada nüqulətlər çoxdur, çox uzatmayaq. Həmçinin İbn Teymiyyanın bu sözü maraqlıdır, bunu oxuyaq. Buyurur ki: "Və hadil məsacidu el-mebniyatu ala quburil enbiya və salihin ve'l muluk gayruhum yeta'ayyanu izalatuha bi hadmin aw bi gayri." O məscidlər, peyğəmbərlərin, salihlərin, padşahların qəbirlərin üzərində qurulmuş məscidlər hamısı onları deyir, yəni onları sökmək, onları dağıtmaq yeta'ayyan. Yəni fərzülayn olur. Kimin gücü satırsa ona fərzülayn olur. Ya onu dağıtmaqla və yaxud başqa bir şeyə çevirməklə. Və hada mimma la a'lam fi xilafan beyn ulama'l ma'rufin. Və Şeyxülislam İbn Teymiyyə deyir ki, və mən bu barədə, bu məsələdə məruf, məşhur alimlər arasında heç bir xilaf bilmirəm. Və təkrahu salatu fiha min ghayri xilafin a'lamuhu. Və sonra diqqət edin, Şeyxülislam İbn Teymiyyə burada gətirir və təkrahu salat. Deyir ki, Şeyxülislam İbn Teymiyyə qədimlərdən deyil. O kirahə deyirsə, o haram demir. Yəni məkruh deyir. Burada nə deyir? Diqqət edin. Min ghayri xilafin a'lamuhu. Bildiyim bir xilaf olmadan, yəni heç bir xilafsız bildiyim qədər bütün alimlər bunu məkruh görürlər. Bu nə deməkdir? Bütün alimlər məkruh görürlər nə deməkdir? O deməkdir ki, kim haram görməyib? Yox. Yəni ittifaqdır ki, aşağı dərəcədə məkruhdur. Yəni bütün ümmət ittifaq edir ki, yəni müstəhəb deyil, məruf deyil, məşru deyil. Ən aşağı dərəcədə məkruhdur. Yəni bunun məkruh olması minimum hamıda var. Ondan sonra bir qrup alimlər gətirir ki, qadağandır və bir qrup alimlər gətirir ki, qadağanla bərabər orada qılınan namaz nədir? Batildir. Və Şeyxülislam bunu deməklə bərabər nə deyir? Və la tasihhu indana fi zahiril məzhəb li əclin nəhyi və la'nil varid fi zalik. Və bizə görə bu, yəni bizə görə məzhəbdə, yəni Hənəbəli məzhəbində lən, yəni bu barədə gələn lənətə görə orada namaz səhih deyil. Yəni Şeyxülislam İbn Teymiyyə rəyi odur ki, orada qılınan namaz səhih deyil. Və başqa hədislərə səbəb əsasən və burada da deyir ki, bəzi alimlərdən xilaf var ki, orada bir nəfər bastırılarsa, iki nəfər bastırılarsa, onu da yuxarıda qeyd etmişdir. Sonra Şeyxülislam İbn Teymiyyə sözünə davam edərək buyurur: "Və kilahuma mənhiyun anhu bi ittifaqul uləma." Yəni nədir kilah? Hər ikisi deyir, alimlərin ittifaqından qadağandır. O da nədir? Yəni qəbirləri məscid götürmək, həmçinin bu da onun özündə nə ehtiva edir? Yəni qəbirləri məscid götürmək, namazgah götürmək və onların üzərində tikilən məscidlər də bu qadağanı ehtiva etmişdir. Həmçinin və kim də orada, yəni qəsdlə o qəbirin üzərində məscid var deyə orada namaz qılmağı qəsd edərsə, hər ikisi ittifaqla qadağandır. Və açıq aydın qeyd etdiyimiz kimi sarih dəlillərlə, alimlərin sözü ilə qadağandır. Həmçinin deyir, alimlər ittifaq ediblər ki, Alə ənəhu la yəşra' qasdu salat və dua ində qubur. Yəni qəbirlərin yanında namazı qəsd etmək, yəni o filan qəbrin yanında namaz qılacağam deyə, orada dua edəcəm deyə. Bu əməl də nədir? Səhih deyil, qadağandır, icazəli deyil.
Və müsəlmanlardan heç biri, Şeyxülislam sözünü davam edir, buyurur ki, Ləm yəqul əhədun minəl musliminə inna salat indəhə və dua indəhə əfdal minhu bil məsəcidi xaliyyəti minəl qubur. Heç bir müsəlman, yəni müsəlman deyəndə alim, etibar olmuş insan, heç kəs deməyib ki, qəbirlər olan məscidlərdə namaz qılmaq, orada dua etmək, digər məscidlərdə, aradakı qəbir yoxdur, yəni qəbirstanlıq yoxdur, o məscidlərdə dua etməkdən daha əfsəldir. Belə bir sözü heç kəs deməyib. Bəl ittəfəqə uləma'ul musliminə alə ənəs salatu və duai fil məsəcidi əlləti ləm tubnə aləl qubur əfdal minəs salatu və duai fil məsəcidi əlləti buniyyət aləl qubur. Əksinə, İslam alimləri ittifaq ediblər ki, ittifaq qeyd etdiyimiz kimi, afdal deyəndə, yəni o demək deyil ki, burada olar. İttifaq ediblər ki, qəbir olan məscidlər və qəbir olmayan məscidlər fərq olarsa, qəbirstanlıq olmayan məscidlərdə, qəbir olmayan məscidlərdə ibadət etmək, dua etmək, namaz qılmaq o birisindən üstündür. Bu yenə deyirəm, üstünlük nə deməkdir? O demək deyil ki, orada icazəlidir. İttifaq ediblər o mənada ki, yəni ən aşağı, ən yüngül deyən adamlar, ən yüngül deyən alimlər də məkruh deyiblər. Yəni heç kəs deməyib ki, bu ondan üstündür. Bu barədə ittifaq ediblər. Yəni məkruh olaraq ittifaqdır. Sanki ən aşağı dərəcə hamı, yəni ittifaqdır ki, bundan, yəni məkruhdan aşağı düşmür. Və bəziləri deyir ki, bir çoxları isə haramlığı təsrih ediblər, Şeyxülislam temidir. Bəl və iddialı salat fi, həmçinin bir çoxları deyiblər ki, orada namaz batildir. Və Şeyxülislam qeyd edir ki, batil deyənlər arasında ixtilaf var. Yəni namaz səhihdir, orada qılınan namaz səhihdir, səhih deyil, o barədə ixtilaf var. Amma daha səhih olandır ki, namaz nədir? Batildir. Yəni Şeyxülislam sözünü davam edir buyurur ki, yəni burada sözümüzdə məqsəd odur ki, yəni vacib, müstəhəb, yəni ola bilməz əbədən. Vacib və müstəhəb heç vaxt heç kim, heç bir müsəlman alimi bu sözü deməyib. Nəyə görə uzadırlar? Çünki bu, bilirsiniz də, ümmətin mübtəla olduğu məsələdir. Bütün dünya, bütün İslam ölkələrində bu bəla var. O ki qaldı, yəni gəlir məsələ ki, yaxşı, Peyğəmbər sallallahu əleyhi və səlləm evində dəfn olunub. Siz deyirsiniz ki, evdə dəfn etmək olmaz, evlərinizi qəbirstanlığa çevirməyin. Peyğəmbər sallallahu əleyhi və səlləm evində dəfn olunub. Necə ki, hədis oxuduq, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İc'alu min salatikum fi buyutikum və la tec'aluha aleykum qubura. Evlərinizi qəbirstanlığa döndərməyin, orada namaz qılın. İmam Zəhəbi bu hədis barədə danışarkən deyir ki, bu hədis, yəni gözəl isnadla, açıq, aydın, tərtəmiz gün kimi aydın isnadladır və gözəl mətinli hədisdir. Və onun başqa şahidləri də var. Və qadnə əleyhissalam ən yubnə aləl qubur. Peyğəmbər sallallahu əleyhi və səlləm yəni qəbirlərin üzərində bina etməyi qadağan etmişdir. Və İmam Zəhəbi deyir ki, əgər insanlar öz evlərində bastırılmağa adət etsəydilər, qəbirstanlıqlarla evlər hamısı eyni şeyə çevrilərdir. Və namaz da bildiyimiz kimi qəbirstanlıqda qadağandır. O halda evlərdə də namaz qılınmaq olmazdı. Halbuki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Əfdalus salatir raculi fi beytihi illəl məktubə." Kişinin ən qıldığı ən fəzilətli namazı evində qıldığı namazdır. Fərz namazı istisna. Yəni fərzlər də qılmalıdır məsciddə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşənin evində dəfn olunması məsələsinə gəlincə isə, alimlər qeyd edirlər ki, bu Peyğəmbər sallallahu əleyhi və səlləmə xasdır. Necə ki, onun tək məsələdə yox, başqa məsələlərdə xaslaşdığı məsələlər var. Məsələn, ləhd Peyğəmbər sallallahu əleyhi və səlləm ləhtinə qatifə, yəni parça, pambıqdan parça salırlar altına. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmə xasdır. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmə namazı ayrı-ayrılıqda hər bir səhabə tək qılıb. Cəmaət namazı qılmayıblar cənazə olaraq. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmə aid xasdır. Həmçinin necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm həm sağ vaxtı, həm də öləndən sonra müsəlmanların imamı idi. Yəni heç bir kəs Peyğəmbər sallallahu əleyhi və səlləm başqa belə əməl olmayıb. Hamının namaz qılan cənazədə imam var. Peyğəmbər sallallahu əleyhi və səlləm istisna. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin dəfni 2 gün gecikib. Halbuki dəfni tezləşdirmək nədir? Sünnədir. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmə xasdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bədəninin dəyişməyinə Allah Taala bizə əminlik verib, onun bədənini torpaq yemir, bədəni çürümür və buna görə də orada qorxu yoxdur və uzanıb nəyə görə? Bütün səhabələr ayrı-ayrılıqda gəlib girib namaz qılıblar Peyğəmbər sallallahu əleyhi və səlləm üçün. Bu da yəni vaxt aparıb. Ona görə onun dəfnini 2 gün gecikdiriblər. Bu İmam Zəhəbinin sözüdür.
Həmçinin sonra digər bir müəyyən gündə, bir gün və yaxud yarım gündə tərəddüd edirlər, məsləhətləşiblər ki, Peyğəmbəri sallallahu əleyhi və səlləm harda bastıraq və buna görə onun nəyi bastırmağı 2 gün uzanıb. Və bu da Peyğəmbər sallallahu əleyhi və səlləmə xasdır. O hədis ki, keçən dəfə oxuduq, əgər Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrinin, yəni məscid götürülməyindən qorxmasaydı, qəbrini açardıq. Qəbrini açılardı. Bu Ayşə radiyallahu anh sözü açıq-aydın dəlalət edir ki, sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləm qəbrinin, yəni büt götürülməsindən qorxublar. Ona görə də məsləhət ediblər. Və ona görə məsləhət ediblər və bu da onun evində bastırmağına olan səbəblərdən biridir. Səbəblərdən biridir ki, ümmətin şirk qapısını bağlamaq və Peyğəmbər sallallahu əleyhi və səlləm duasının Allah Taala tərəfindən qəbul olunmasına səbəbdir. Və ona görə də başqasının qəbirlərində bu qorxu yoxdursa, Peyğəmbər sallallahu əleyhi və səlləmin evində bastırmağını, yəni evdə bastırmaq icazəlidir kimi dəlil götürmək olmaz. Dəlil götürmək olmaz. Bu Peyğəmbər sallallahu əleyhi və səlləmə xasdır. Və bu əməl də, yəni tək-tük sələflərdən gəlib, indi oxuyacağıq. Amma ümumən səhabələr sələflər arasında məşhur deyil. Sələflər arasında məşhur deyil. Yəni evlərində bastırmaq və alimlər qeyd edirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin xüsusiyyətlərindəndir. Necə ki, Ayşədən gəlib, "Ləmmə qubida Rasulullah sallallahu əleyhi və səlləm ixtələfu fi dəfni." Peyğəmbər sallallahu əleyhi və səlləm dünyasını dəyişərkən onun dəfni barəsində ixtilaf ediblər. Fəqal Əbu Bakr səmi'tu min Rasulillahi sallallahu əleyhi və səlləm şey'ən mə nəsituhu qal. Və Əbu Bakr deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmdən elə bir şey eşitmişəm ki, onu unutmamışam və buyurur: "Mə qabadallahu nəbiyyen illə fil mawdi'llazi yuhibbu an yudfana fihi." Və belə hədis rivayet edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm eşitmişəm ki, Allah Taala hər hansı bir yəni nəbinin, peyğəmbərin ruhunu harda alırsa, sevər ki, o orada da dəfn olunsun. Və ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləmi öz yəni yatağında, Ayşənin evində dəfn edirlər. Və bunun xas olmağına bir çox alimlər qeyd etmiş, İmam Zəhəbi, Hafiz ibn Həcər və başqa alimlər nə ediblər? Qeyd ediblər. Yaxşı, soruşa bilərsiniz ki, bəs axı Əbu Bakr və Ömər necə? O da Peyğəmbər sallallahu əleyhi və səlləm evində, yəni Ayşə radiyallahu evində dəfn olunub. Alimlər bununla barədə danışıblar. Həmçinin Əbu Bakr və Ömərin qəbrinin də birinci səbəbi odur ki, yenə də onların qəbirlərinin də, çünki onlar da müsəlmanların imamları idi, sevilən insanlardı və həmçinin qorxublar ki, onların qəbirləri də Peyğəmbər sallallahu əleyhi və səlləm kimi, yəni ibadət məqsədi, ibadət məskəninə çevrilməsin, bütə çevrilməsin. O səbəbdən onu da Peyğəmbər sallallahu əleyhi və səlləmin yanında bastırıblar. Yəni sədd-i zəriyə babından, onların qəbirlərində olacaq xuluvdan insanları çəkindirmək üçün, yəni fitnədən qorxduqları üçün. Və bu halda əgər belə bir qorxu varsa, yəni bu əməl etmək olar, yəni ehtiyac babından. Necə ki, fitnə varsa, bu yəni bəzi sahabələrdən gəlib. Məsələn, Abdullah ibn Amr Misirdə dünyasını dəyişərkən, Misirdə onu, yəni o qoşun başçısını öldürmüşdü. Ona görə qoşunun qorxusundan onun evində bastırırlar. Yəni cənazəsini çölə çıxartmağa qorxurlar. Həmçinin Əlidən də gəlib Küfədə öz qəsrində bastırılıb radiyallahu anh. Bu da cəmaatın bilirsə Əli Əhl-i Beytdən də onu uzatdığı üçün, onu ilahlaşdırdıqları üçün, həmçinin onun dəfnində, yəni onun qəbrinin bütə çevrilməyini qorxduğu üçün insanlardan onun qəbrini sanki gizlədiblər. Bu hallar istisnadır. Həmçinin ikinci səbəb kimi demək olar ki, biz dedik ki, bir dənə qəbir olarsa, o ev nədir? Artıq qəbristanlıqdır. Artıq Peyğəmbər sallallahu orada bastırılıbsa, artıq bu ev yox, nə olmuşdur? Qəbristanlıq olmuşdur. Ona görə də burada da yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin 2 yoldaşının bastırılmağında icazəli görüblər və xüsusən də buna sahabələrin icması var. Sahabələr icma eləyib, bunu məsləhət görüblər və bu barədə heç bir sahabə ixtilaf etməyib və bu da sahabələrin icması nədir? Hüccətdir. Və bu barədə də yəni artıq bu sahabələrin icmasından artıq heç bir şək şübhə qalmır. Üzr istəyirəm. O ki qaldı Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrinin, yəni məscidin içərisinə girməsi məsələsi. Bu barədə alimlər danışıblar. Necə Abdullah ibn Hadi, İbn Abdülhadi üzr istəyirəm rahimehullah danışıb buyurur: "Və kana ala ahdi el-xulafa'ir raşidin və sahabati hicratuhu və sahabati hicratuhu xaricatan anil məscid."
Buyurur ki, Rəşidi xəlifələrin və sahabələrin vaxtında Peyğəmbər s.ə.v hücrəsi məsciddən qıraqda idi. وَلَمْ يَكُنْ بَيْنَهُ وَبَيْنَهُ إِلَّا الْجِدَارِ Yəni məscidlə onun arasında nə var? Divar, yəni evin divarı var idi. ثُمَّ إِنَّمَا أُدْخِلَتْ الْحُجْرَةُ فِي الْمَسْجِدِ فِي خِلَافَةِ الْوَلِيدِ ibn Abdülməlik. Yəni Peyğəmbər s.ə.v-in məscidinə, hücrəsi məscidə Əl-Valid ibn Abdülməlikin xilafəti vaxtı daxil edilib. Bə'də mevti ammatus sahabətillərin kanu bil Mədinə. Yəni sahabələrin çoxunun əksəriyyətinin, Mədinədə olan sahabələrin əksəriyyətinin ölümündən sonra. Yalnız və yalnız Mədinədə kiçik sahabələr qalmış. Hansı ki Peyğəmbər s.ə.v vaxtında onlar uşaq idilər. Yəni təmiz yaşına çatmamışdılar. Körpə vaxtlarında Peyğəmbər s.ə.v görmüşdülər. O sahabələrdən başqa ümumən Mədinədə böyük sahabələr qalmamışdı. Və onların da axırı Cəbir ibn Abdullahdır. Bu kimin sözdür? İbn Abdülhədin sözdür. Və o da həmən Abdülməlikin vaxtında, yəni xilafət zamanı dünyasını dəyişir. 78-ci ildə. Və Valid özü isə, Əl-Valid Abdülməlik 86-cı ildə dünyasını dəyişir. 86-cı ildə xilafətə gəlir və 96-cı ildə dünyasını dəyişir. Və Peyğəmbər s.ə.v-in məscidinin, hücrəsinin məscidə daxil etməsi, yəni məscidin genişlənməsi də bu zaman kəsiyində olur. Yəni bunu kim edib? Ömər, yəni bu zaman həmən Əl-Valid ibn Abdülməlikin vaxtında Mədinənin əmri olan Ömər ibn Abdüləziz rahiməhullah. Yəni xəlifənin əmri ilə, yəni Mədinənin əmri idi, xəlifənin əmri idi Mədinədə. Onun əmri ilə Peyğəmbər s.ə.v hücrəsini məscidə daxil. Yəni ondan qabaq Ömər, Osmanın vaxtında məscid genişləndirilmişdi, amma əks tərəfə genişləndirmişdilər. Yəni Peyğəmbər s.ə.v hücrəsi tərəfə yox. Abdülməlikin əmri ilə, İbn Abdülməlikin əmri ilə onu, yəni məscidi bu tərəfə genişləndirilər. Peyğəmbər s.ə.v hücrələrini dağıdırlar. Yəni digər hücrələri dağıdırlar. Peyğəmbər s.ə.v hücrəsini də məscidə salırlar. Şeyxülislam İbn Teymiyyə buyurur: "Ennel məsələ ləmmə zədə fihil valid udxilət fihil hücrə." Validin, yəni Əl-Validin genişləndirilməsi zamanı Peyğəmbər s.ə.v, yəni Ayşənin hücrəsi də məscidə daxil oldu. Kənə qad mətə əmmətu sahabət və ləm yəbqa illə mən adrəkə Nəbi s.ə.v və ləm yəbluq sinnə təmiz. Qeyd etdiyimiz kimi, sahabələrin əksəriyyəti ölmüşdü və Peyğəmbər s.ə.v-i körpə vaxtlarında təmiz yaşına çatmamış görən sahabələr qalmışdı. Və Şeyxülislam İbn Teymiyyə də buyurur ki, bu Əl-Valid ibn Abdülməlikin vaxtında idi, mütəvatir olaraq bilinir, bu səhihdir və 91-ci il qeyd edirlər və bu da bu zaman Ömər ibn Abdüləziz Mədinənin əmri idi. 3 il ərzində bu tikintini edir, yəni genişlənməni edir. 93-dən 93-də başlayır və bu ildə üzr istəyirəm, 91-də başlayır, 93-də qurtarır, 3 il. Və 93-cü ildə məşhurdur, tarixdə bilirsiniz, tabiindən böyük əksəriyyəti bu ildə dünyasını dəyişib. Və hətta məsələn Səid Müsəyyib kimi və başqa fəqihlər kimi 7 fəqihlərin 7-si də bu ildə dünyasını dəyişiblər və ona tarixdə bu il Sənətül Fuqaha, fəqihlərin ili kimi yadda qalmışdır. Yəni qeyd etdiyimiz kimi Ömər, Osmanın vaxtında məscid digər tərəfə genişləndirilmişdi. Yalnız bu tərəf Ayşə radiyallahu hücrəsi hələ də məscidin kənarında idi. Və məcbur olaraqmı və yaxud qəsdənmi, Allah alim, yəni başqa genişləndirməyə yer yox idi mu, Ayşə radiyallahu hücrəsində məscidin içərinə daxil olmaq əmri gəlir. Amma onlar bunu etməklə bərabər, yəni məsələni biraz ehtiyatlı tuturlar. Necə ki, Peyğəmbər s.ə.v həmin hücrəni məsciddən ayrılırlar. Yəni onun ətrafında bir divar tikirlər, divar üstünü bağlayırlar. Yəni tam ayrı otaq kimi ayrıca məsciddən ayrılırlar. Ki, tam bir ayrıca divarla məscidin içindən ayrılırlar. Yəni məscidin içində sayılmır əslində, hökm olaraq məscidin içində sayılmır, Allah ələm. Bu barədə Məsuminin qəşəng sözü var. Buyurur ki, İbn Kəsirdən rəvayət edir. Deyir ki, İbn Kəsir İbn Cərirdən o da rəvayət edir. Yəni 88-ci ilin Rabiul əvvəlində Valid ibn Abdülməlikin məktubu Ömər ibn Abdüləzizə çatır.
Və bu da o zaman qeyd etdiyimiz kim idi? Mədinənin əmri idi. Mədinənin əmri idi. Və o məktubuna çatır ki, Peyğəmbər s.ə.v-in yəni məscid genişləndirməlidir, hücrələri dağıdılmalıdır, Ayşənin hücrəsi də məscidin içərisinə daxil olmalıdır. Yəni Peyğəmbər s.ə.v-in qəbri olan yer. Və bu Ömər ibn Əbdüləzzə ağır gəlir. Ağır gəlir və o nə edir? O Mədinənin 10 fəqihini toplayır. Yəni alimləri, Mədinənin alimləri hamısını toplayır, yığıncaq edir və onlarla məsləhətləşir. Və bu onlara ağır gəlir. Və deyirlər ki, tərkuhə alə halihə əvlə liyanzura iləyhəl hüccac vəz-zuvvar vəl-müsafirun. Daha yaxşıdır ki, qoy belə qalsın ki, hüccəclər, müsafirlər, zəvvarlar gəlib o Peyğəmbər s.ə.v hansı şəraitdə yaşadığını, hücrəni görsünlər və bu onların axirəti xatırlamaq üçün, dünyadan zahid olmaq üçün onlara daha xeyirlidir. Həm də Peyğəmbər s.ə.v yəni o hücrədən sökülməyi onlara ağır gəlir. Və Ömər ibn Əbdüləziz götürür, o da sökmək istəmir əlbəttə, götürür bu alimlərin bu sözünü, yəni kimi təzədən yazır validə ki, bəs belə-belə məsləhətləşdim, alimlər belə məsləhət gördülər. Yəni, bu nədir? Əcmə əhleyhi fuqahəul əşara. Mədinənin 10 fəqihi buna icma edirlər. Yəni ki, sökülməyini qadağan edirlər. Və Əl-Valid təzədən məktub göndərir, əmr edir ki, yəni məscid sökülməlidir. Məscid sökülməlidir, yəni əmrimi yerinə yetir. Əmrimi yerinə yetir və Ömərə də başqa bir əlac qalmır. O da artıq, yəni xəlifənin əmrini yerinə yetirməli məcburiyyətində qalır. Əl-Valid ibn Əbdülməlik ümumiyyətlə ona hətta o müsəlmanların Bənu Umeyyənin bənnası deyirlər. Tikintini sevən idi. Yəni Rumdan, Farsdan, o tikintilərdən, yəni məftun, fitnəyə düşmüş adam idi. Onlar bəyənirdi. Yəni o şeylər özü də nəsə bir şey etmək istəyirdi və onu alimlər qeyd edir ki, yəni bu səbəblə, yəni nəsə bir şey etmək istəyir, bu səbəblə etmişdi. Həm də onların gizlin siyasi məqsədləri də ola bilərdi. Allah alim, yəni o hücrələr sökülməklə Əlinin falan olan hücrələr sökülməli idi. Yəni bu da bir ola bilər, Allah alim, gizli məqsədlərdən biridir. Və Məsumi özü deyir ki, mən bunu oxuyandan sonra sevindim, çünki mən öz-özlüyümdə fikirləşirdim ki, kaş bunu etməsəydilər. Və sonra bu fəqihlərin rəyini oxuyanda deyir, Allah həmd elədim ki, mənim rəyim o fəqihlərin rəyi ilə üst-üstə düşmüşdür. Əl-Məsumi. Yox, alimlərdəndir, fəqihdir. Və Şeyx Hüseymin də yenə qeyd edir ki, biləsiniz ki, İmam Buxarinin Kirahiyyətus salati fil məqabir, qəbristanlıqlarda namaz qılmaq məkruh olması, sözü burada kirahiyyət təhrimdir. Yəni, sələfin istilahındakı kirahiyyət təhrim, yəni haram deməkdir. Məkruh bizim indiki müasir istilahımızdakı məkruh, yəni bəyənilməyən əməl deyil. Bir mülahizə var, yəni məsciddə qəbir varsa, zahirdirsə, orada namaz qılmaq olmaz. Amma yerin altında nə qəbirlər var, nə insanlar bastırılıb, yəni görsənmir, onun üzərində məscid tikmək, necə götürmüşdük, o bu nəhyə aid deyil, bu qadağıya aid deyil. Şeyx Albani bunu gətirir. Necə ayəni də gətirir. Ələm nəcəllə arda kifayətə əhyən və əmmətə. Yəni biz məhər yeri yataq etmədikmi? Dirilərə və ölülərə. Dirilər yerin üzüdür, ölülər də yerin altıdır. Sonra buradan qeyd etmişdik ki, istisna var. O da nədir? İnsanın qəbrində, əgər qəbir bastırılıbsa, cənazə qılınmayıbsa, o halda qəbristanlıq, yəni qəbrin yanında, qəbrin tərəfində namaz qılmaq olar. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm o zənci qadının namazını qılmışdı. İmam Əhməd buyurur: "La yusallə fi məscidin beynəl məqabir illəl cənaiz." Qəbirlər arasında olan məsciddə, qəbristanlıqda namaz qılınmaz, ancaq cənazə namazından başqa. "Lənnəl cənaiz hadihi sünnətuha." Yəni çünki bu cənazənin sünnətidir. Yəni sən məcbursan orada qılmağa. Hafid ibn Rəcəb Fəthdə gətirir, İbn Munzir həmçinin qalə Nafi Mevla İbn Ömər salleynə alə Ayşətə və Ümmü Sələmətə vasitəl bəqi. Biz deyir ki, Ayşəyə və Ümmü Sələməyə bəqinin ortasında namaz qıldıq. Bəqinin ortasında namaz qıldıq. Və İmam yevmə idin Əbu Hüreyrətə, Əbu Hüreyrə. İmam da kim idi?
Əbu Hüreyrə idi və hadara zəlikə İbn Ömər. Və İbn Ömər də bu namazı yəni qıldı. Yəni Əbu Hüreyrənin arxasında. Yəni bəzi sələflərdən, bəzi sahabələrdən məkruhluq gəlib. Ənəs kimi qeyd etdiyi məsələdən gözəl həll. Məcbursansa, başqa yer yoxsa, cənazə namazı qılınmalıdır, ləbuddur, o halda qılırsan. Yox, genişlik varsa, qıraqda qılmaq daha yaxşıdır. Və sonra isə yəni qəbirlərdə olan bugünkü günümüzdə ümmətin düçar olduğu bəlalar barədə biraz şeyx danışır. İnşallah onu gələn dərsimizə götürərik. Subhanəkallahumma və bihamdik, əşhədü ən la ilahə illə ent, əstəğfiruka və etûbü ileyk.